Deməli, uşaqlar, biz bugün sizlə Azərbaycanın qədim dövlətləri haqqında olan mövzunu keçirik. Gəlin öncə baxaq görək, yer kürəsində biz bilirik ki, çoxlu xalqlar yaşayıbdı. Onlardan da biri Azərbaycanda yaşayan mövcud olan xalqlar idi. Onların hamısı özlərinə dövlət qura bildilərmi? Xeyr. Amma məsələ budur ki, Azərbaycan 1991-ci il Respublika yaranana qədər tarixindən çoxlu dövlətlər gəlib keçibdi. İndi o böyüdükcə onların hamısını biz öyrənəcəyik. Bir də Azərbaycanın hansı ki xəritəsi var, bizim bu qartalımız dediyimiz. Yəni Azərbaycanın ərazisi də vaxtı ilə daha çox əraziləri əhatə edibdi. Gördüyünüz bu qartal bu günə qədər kiçilib bu formaya gələn bir dövlətdir. Hansı əraziləri əhatə edib desək, deyirik ki, Azərbaycan lap əvvəl dövrdən, bax buradan Dərbənddən Zəncana ya da Həmədana qədər olan əraziləri əhatə edibdir. Yəni biz tarixi Azərbaycan ərazisindən danışanda onun 400 min kvadrat kilometrdən ibarət olduğunu görmüşdük. Gəlin danışaq Azərbaycanda yaranan ilk dövlətdən, ilk quldar dövlətdən. Öncəliklə gəlin xatırlayaq görək, biz dövlət yaratmaq üçün bizə nələr lazımdır? Hansı əlamətlərdir dövlətin əlamətləri? Baxın. Ərazimiz və sərhəddimiz olmalıdır, düzdürmü? Paytaxtımız olmalıdır. O paytaxtda hökmdar bir rəhbər olmalıdır. O rəhbərin qanunları olmalıdır. Bizim xəzinəmiz olmalıdır və bizi düşməndən qoruyacaq ordu olmalıydı. İndi artıq biz danışaq Azərbaycanda yaranan ilk quldar dövlətdən. Uşaqlar, bu Manna dövlətidir. Manna dövləti nə vaxt yaranıb desək, deyəcək ki, eradan əvvəl 9-cu əsrdə yaranıbdır. Harda yaranıbdır? Yaxınlaşdırın biraz da görək. Urmiya gölünün ətrafında Manna dövləti eradan əvvəl 9-cu əsrdə yaranmışdı. Bəli, Mannanın ərazisi çox məhsuldar idi, bərəkətli idi. Burada bağçılıqla məşğul idi insanlar, əkinçiliklə, maldarlıqla məşğul idi. Hətta burada deyirdi, indi onu özünüz buradan oxuyasınız, qoyun quzu saxlayırlar, mal-qara sürüləri var, at ilxıları var ki, hətta kitabınızda yoxdur, amma qeyd edim, məsələn, Mannada Subi vilayəti var ki, atçılığı ilə məşhur idi, at ilxıları. Hətta buna ilxılar evi də adlandırırdılar. Ondan sonra nə görürük? Baxın. Mannada eradan əvvəl 9-cu əsrə qədər tayfalar mövcud olubdur. Həmin tayfalar qonşu dövlətlərin, xüsusilə də Urartunun, Assuriyanın işğallarına məruz qaldığına görə, bax bizim bu Manna dövləti həmin o hücumlardan qorunmaq üçün eradan əvvəl 9-cu əsrdə özünə bir dövlət yaranır. Yəni, xarici hücumlardan qorunmaq üçün birləşirlər və dövlət yaradırlar özlərinə. Həmin o Manna dövləti tariximizdə həmçinin mərkəzləşmiş dövlət kimi tanınır. Niyə mərkəzləşmiş dövlət deyirik? Çünki Mannanın ən güclü hökmdarı kim idi dedik? İranzu idi. İranzu eradan əvvəl 8-ci əsrdə Mannada mərkəzləşmiş dövlət yaradır. Yəni, Mannanın vilayətlərini özünə tabe edir, orada feodalların özbaşınalığına son qoyur, onları mərkəzə tabe etdiyinə görə biz burada Mannada mərkəzləşmiş dövlət olduğunu qeyd edirik. Həmçinin burada nə görürük? Deməli, tez-tez bura Assur və, yəni Aşur və Urartu dövlətinin tez-tez bura basqınlarını görürük. Və bu basqınlardan çox zaman, həmişə deyə bilmərəm, çox zaman Mannanın paytaxtının yerinə baxaq. Baxın, Mannanın paytaxtı İzurtu şəhəridir. İzurtu şəhəri çox zaman qoruna bilirdi. Çünki İzurtu şəhəri qala divarları ilə əhatə olunurdu, möhkəm divarları var idi və ona görə də çox zaman burada o qala bunun işinə yarayırdı. İzurtuya padşahlar şəhəri də deyirdiler. Biz dedik ki, Mannaya tez-tez basqınlar olurdu. Ən çox da buraya yürüş eləyirdi Assur, Urartu. Təbii ki, ikisi ilə də mübarizə aparmaq İranzu üçün çətin olduğuna görə uşaqlar, İranzu bir siyasətə əl atır. İranzu çox müdrik idi, İranzu uzaq görən idi, İranzu ağıllı idi. O nə edəcəkdi? Baxır ki, Assuriya ilə Urartu arasında ya bunlarla döyüş etməlidir, mübarizə aparmalıdır, ya da bunların ikisindən birini seçməlidir və Assuriya da onu edir.
bağışlayın, İranzu da onu edir. Nə edəcəkdir? Aşuriya ilə dost olur. Yəni İranzu Assur dövləti ilə ittifaq bağlayır. Bu ittifaqın mərkəzində ən çox Urartu dövlətinə qarşı birlikdə mübarizə və bunun sayəsində də Urartu tərəfindən işğal olunmuş Manna torpaqları geriyə qayıda bilmişdi. Ondan sonra nə danışırıq? Hələ ki Atropatenaya gəlməmişdən qabaq. Mənbədə kitabınızda yoxdur, amma bilməyinizi istəyirəm ki, eradan əvvəl 6-cı əsrdə Manna dövlətinin varlığına Midiya dövləti tərəfindən son qoyulacaqdır. Hansı dövlət tərəfindən? Midiya dövləti. Nə vaxt olur bu hadisə? Eradan əvvəl 6-cı əsrdə. Ondan sonra gəlirik Azərbaycanda Atropatena dövlətinə. Uşaqlar, biz dedik ki, Manna dövləti 9-cu əsrdə yarandı. Ondan sonra Midiya dövləti Manna dövlətinə son qoyandan sonra Mannanın ərazisi keçəcək hansı dövlətin hakimiyyəti altına? Midiyanın, düzdürmü? Ondan sonra Midiya dövlətinə də uzun danışmaq istəmirəm. Midiya dövlətinə də son qoyur. Deməli, Əhəməni dövləti eradan əvvəl 6-cı əsrdə. Bundan sonra, uşaqlar, Azərbaycan torpaqları bir müddət Əhəmənilər tərəfindən idarə olunur. Biz danışırıq indi Atropatena dövlətindən. Atropatena dövləti haqqında danışmamışdan öncə nəyi bilməliyik? Baxın. Eradan əvvəl 4-cü yüzillikdə Makedoniyalı İskəndər var. Fatihdir, çox geniş ərazilər əhatə edibdir. İxtiyarında çox əvvəlin hegemon dövlətləri var. Deməli, bu Makedoniyalı İskəndər şərqə yürüş eləyir. O zaman Azərbaycan torpaqları Əhəmənilərin hakimiyyəti altındadır. Bizim də Əhəmənilərin hakimiyyəti altında olanda Atropat adlı bir sərkərdəmiz var. Atropat bir canişindir. Həm Arazın şimalına, həm də cənubuna rəhbərlik eləyirdi. Atropat Əhəmənilərin tərkibində olurlar, Makedoniyalı İskəndərə qarşı döyüşür. Amma Atropat ağıllı idi. Baxır ki, İskəndərə qarşı döyüşmək daha güc tələb edir. Bu bir sərkərdədir, o bir hökmdardır. Ona görə də o siyasət işlədir. İndi bunu daha çox böyüyəndə görəsiniz. O siyasət işlədir. Daha sonra Makedoniyalılara qarşı mübarizəni davam etdirmir. Amma Makedoniyalı İskəndər də Əhəmənilərin hakimiyyəti altında döyüşən ərəfədə Atropatın hünərini görür, Atropatın sərkərdəlik qabiliyyətini görür və bir müddətdən sonra Əhəmənilərin varlığına son qoyandan sonra Atropatı Azərbaycan ərazisinə, yəni bu ərazilərə o da satrap təyin edir, canişin təyin edir. Yəni Makedoniyalı İskəndərin qurduğu dövlətdə, var olduğu dövlətdə Atropat bir canişin kimi Azərbaycan ərazilərini idarə edirdi. Sonra Makedoniyalı İskəndər vəfat edir. Ondan sonra onun yaratdığı dövlət, imperiya parçalanır və eradan əvvəl 321-ci ildə Azərbaycanın cənubunda keçmiş Manna dövlətinin, baxaq xəritədə, keçmiş Manna, yadınızdadırmı? Burada biz Manna görmüşdük. Manna dövlətinin ərazisində artıq Atropatena dövləti öz ərazisini, öz dövlətini qurur və paytaxtda olur Qazaka şəhəri. Kim yaratdı Atropatena dövlətini? Atropat. Uşaqlar, elə Azərbaycanın qədim adlarından da biri bu dövlətin adından götürülmüş olur. Biz Atropatdan sonra da güclü hökmdarlar görürük. Yəni Atropatın varisləri də Atropatena dövlətini yaxşı qoruyurlar. Hətta döyüşlərin birində bilməsəniz də olar, amma mən yazım. Eradan əvvəl 36-cı ildə Fraspa döyüşü olur. Həmin o Fraspa döyüşündə Atropatena dövləti Roma ilə qarşılaşır, Romanı məğlub edir, hətta Romanın döyüş bayrağını belə xalqa nümayiş etdirmiş olur. Bu da Atropatena dövlətinin qüdrətli bir dövlət olduğunu göstərir. Sonra deyirik ki, ümumiyyətcə Atropatena dövlətində təsərrüfat yaxşı inkişaf eləyir. Niyə inkişaf edir deyirik? Çünki Atropatena dövləti beynəlxalq ticarət yollarının üzərində yerləşir. Hətta burada nə deyirik burada? Deyirik ki, Çindən, Hindistandan gələn tacirlər də bu ərazinin zənginliyi haqqında görüb danışırdılar. Daha sonra nədən danışırıq? Azərbaycanın ən uzun ömürlü dövləti olan Albaniya dövləti haqqında danışırıq. Uşaqlar, Albaniyada
Atropatena dövləti ilə təxminən eyni ərəfədə, yəni eradan əvvəl 4-cü əsrdə yaranıbdır. Albaniyanın paytaxtı olur Qəbələ ilk vaxtlar, ondan sonra Qəbələdən sonra köçürük Bərdə şəhərinə 7-ci əsrdə. Onu da biz yuxarı siniflərdə inşallah keçərik. Desəm ki, yaxşı, Albaniya dövləti hansı əraziləri əhatə edib desək, nə deyəcəyik? Gəlirik xəritəyə, uşaqlar. Deyirik ki, hardan? Qafqaz dağlarından, baxın, Qafqaz dağlarından Araz çayına qədər əraziləri, yəni şimaldan Qafqaz, cənubdan Araz çayına qədər, şərqdən Xəzər dənizi, qərbdən isə Göyçə gölü, yaxınlaşdırım görün, Göyçə gölü ilə həmsərhəddir. Sonra bizim burada qonşumuz olan İberiyanın adını çəkir. Biz şimal-qərbdən hansı ərazi ilə qonşuyuq? İberiya dövləti ilə, yəni indiki Gürcüstan ərazisi ilə qonşu olmuşuq. Ondan sonra burada mənbə var. Bunu özünüzün oxumanızı istəyirəm. 1940-cı ildə Mingəçevirdə qazıntılar aparılmış, nə tapılmış və 1950-ci ildə Qəbələ və Şamaxıda qazıntılar aparmışdı. Oradan nələr tapılmışdı? Onları özünüz mənbə olaraq buradan oxursunuz. Çünki o deyir ki, bilməli olduğunuz bir məqamdır. Bir də nədən danışaq? Uşaqlar, ümumiyyətcə, Yunan-Roma müəlliflərinin əsərlərində daha çox albanlar haqqında məlumat alırıq. Onlardan biri Albaniyada dəvənin olduğunu məlumat vermiş. Yəni, orada qoyun yunundan əlavə bir də dəvə yunundan istifadə olunurdu. Amma buna əsasən ən varlı insanların geyimlərini tikmək üçün istifadə edirdilər. Sonra qəbir abidələri, ümumiyyətcə, o dövr üçün daha çox zəngin məlumatları uşaqlar biz qəbir abidələrindən əldə edilir. Bu da İslam dininin yaranmasına qədər davam edir. Qəbir abidəsində məsələn yun parça ilə yanaşı, həmçinin biz burada hansı kətan parçanın da olduğunu bilirik. Sonra ticarət yolları üzərində istər Albaniya, istər Atropatena yerləşirdi. Ticarət yollarının üzərində yerləşiriksə nədir bizdə? Deməli, bizdə inkişaf var, şəhərlər inkişaf eləyir, puldan istifadə edirik. Hətta istər Albaniyada, istər Atropatenada Makedoniyalı İskəndərin adına kəsilmiş pullardan istifadə edirik. Amma burada bir istisna deyəndə deyəsiniz ki, müəllim, sadəcə olaraq Albaniyada yerli hökmdarların da, baxın, yerli hökmdarların da adına pul kəsilibdir. Deməli, hər ikisində Makedoniyalı İskəndərin adına pul kəsilir, amma sadəcə Albaniyada yerli hökmdarların adına pul kəsilir. Ondan sonra nədən danışacağıq? Biz burada qazıntılar zamanı pul dəfnələrin də tapıldığını deyirik. Bu da pul dəfnəsi nədir? Yer altında gizli qalan bir xəzinə deməkdir. Ondan sonra nədən danışırıq? Bəli, ondan sonra nədən danışırıq? Deyəcəyik ki, Albaniya ərazisinə, necə ki Atropatena ərazisinə Roma yürüş etmişdi. Bəli, Albaniya ərazisinə də eradan əvvəl 66, eradan əvvəl 65-ci illərdə Romanın yürüşlərini görürük. Bəli, Roma yürüş edir, amma axırda Albaniya ilə burada müqavilə nəticəsində biz aramızdakı münasibətləri müəyyən mənada səhmana sala bilmişik. Deyirik ki, quldarlıqda yaranıb, feodalizmdə süqut eləyən dövlətimiz varmı? Bəli, hansıdır? Albaniya dövləti. Deməli, Albaniya quldarlıqda yaranır və feodalizmdə süqut edəcəkdir. Kim tərəfindən? Desəm ki, Albaniya kim tərəfindən süqut edir? Deyəsiniz ki, 705-ci ildə ərəblər tərəfindən. Kimlər tərəfindən? Ərəblər tərəfindən süqut olunub.